Salam uşaqlar. Deməli bu videoda hədəf kursları 9-cu sinif sentyabr 2025 buraxılış sınavının izahını eləyəcəyik. Deməli 57-ci sualdan başlayırıq. Məxrəci 45 10-cu kəsrlərdən neçəsi ixtisar olunmur? Burada düsturu bilmiş olmalıyıq. 45-i sadə ayıranda 3, 3, 5 olduğunu bilirik. Yəni 3-ün kvadraты vur 5. Və düstur da belədir ki, bu suallar üçün kəsrlərdən neçəsi ixtisar olunmur tipli suallar üçün düstur belədir ki, 3-ün kvadraты vur 5 yazdıqdan sonra 1 çıxılsın birinci sadə bölənin tərsi vur 1 çıxılsın ikinci sadə bölənin tərsi yazmalıyıq. Yəni ki, 3-ün kvadratı vur 5 vur 1-dən 3-də 1 çıxanda 3-də 2 vur 1-dən 5-də 1 çıxanda 5-də 4. 5 5-i ixtisar aparsa, 3-də 3-ün 1-ni ixtisar aparsa 3 qalsa, cavab 24 eləməlidir. Yəni B variantı. Bir düz xətt üzərində 8 nöqtə qeyd olunmuşdur. Alınan şüaların sayı, şüaların sayının düsturu 2n idi. Yəni cavab 16 edəcək. AB çıx BA ifadəsinin qiyməti hansı ola bilər? Düsturu açıram. 10A toplansın B, çıxılsın 10B, çıxılsın A, bərabərdir 10A-dan A çıxanda 9A, çıxılsın 9B. 9-u ortaq vuruq çıxartsaq, A çıx B. Yəni cavab 9-a bölünən bir variant olmalıdır. 9-a bölünən bir variant 54 olanı görürəm. Cavab 54. 60-cı sualda daxili bir tərəfli bucaqların cəmi 105 dərəcə etməlidir. Ona görə daxili bir tərəfli bucağın cəmi 180 dərəcə eləməlidir. 105 topla x bərabər 180 dərəcə, x bərabər 75 dərəcə olur. Cavab B variantı. Bir boru boş hovuzu 2 saata doldurur. Demək 1 saata 2-də 1 hissəsini, digər boru hovuzu 3 saata doldura bilir. O da 1 saata hovuzun 3-də 1 hissəsini doldura bilir. Demək 2 saat dolduran boru hovuzun 2-də 1-ni, 3 saat dolduran boru hovuzun 3-də 1-ni doldura bilir. Hər iki boru eyni anda işləsə hovuz neçə dəqiqəyə dolar? 2-də 1 topla 3-də 1 vurulsun x saata dolar deyək. Bərabərdir 1. Burada 6-da 5 x bərabərdir 1. X bərabərdir 5-də 6. Hovuz 5-də 6 saata dolar. Amma neçə dəqiqəyə dolduğunu bilmək istəyirəmsə, 5-də 6 saatı dəqiqəyə çevirmək istəyirəmsə, 5-də 6-nı 60 dəqiqəyə vurmalıyam. Və cavab 72 dəqiqə eləyəcək. 65 12 6 var 72 dəqiqə. Hovuz 72 dəqiqəyə dolar. Uyğun tərəfləri perpendikulyar olan bucaqlardan biri digərindən 4 dəfə böyükdürsə, uyğun tərəf perpendikulyar olan bucaqlar ya bərabər olurdu, ya cəmi 180 dərəcə olurdu. Biri o birindən 4 dəfə böyüksə, demək bərabər deyil. Biri x, biri 4x-dir və bunların cəmi 180 dərəcə olmalıdır. X bərabərdir 36. Bu bucaqların böyüyünü tapaq. 36-nı 4-ə vuranda 144 D variantı edir. Cavab 144 D variantı. 63-cü sualda 9-a qalxısız bölünən natural ədədləri 45-ə bölüşdə alına bilən müxtəlif qalıqların cəmini tapaq deyir. 9-a bölünən ədədləri 45-ə bölsək, demək 45-ə böləndə ədədi qalıq 1-dən 44-ə kimi bütün ədədlər eləyə bilər, 0 da eləyə bilər bu arada. Amma bu ədəd əvvəl 9-a qalıqsız bölünmüş olduğu üçün 45-ə böldükdə qalıq 45-dən kiçik, amma 9-a bölünən bir ədəd olmalıdır. 0 olduğunu da varsayaq, zaten say soruşmur, cəm soruşur. 9, 18, 27 və 36 ola bilər. Bunların cəmi isə 90 edəcək. Cavab C. 64-cü sualda uzunluğu 60 olan AB parçası daxilində A nöqtəsindən başlayaraq C və D nöqtələri qeyd olunur. Demək, AB parçası daxilində C və D nöqtələri qeyd olunsun. CD parçasının uzunluğu 10, ümumi parçanın uzunluğu 60. Bizə deyir ki, AC və BD parçaların orta nöqtələri arasındakı məsafəni tap. Yəni bizdən bu məsafəni soruşur. Orta nöqtə x, digər orta nöqtə də y olsa, ümumi parçanın uzunluğu, yəni 2x toplansın, 10 toplansın, 2y bərabərdir 60. Bunu bilirik. 60-dan 10 çıx 50, yarıya böl. Demək, x üstəgəl y bərabər 25 olacaq. X üstəgəl y 25-dirsə, bu orta nöqtələr arasındakı məsafədə baxırıq ki, x topla y topla 10-dur. Yəni 25 topla 10 bərabərdir 35 olacaq. Cavab A variantı. Bu tip məsələlərdə alternativisi olaraq ümumi parçanın uzunluğu və ortadakı parçanın uzunluğunu topla yarı böl qaydasından da istifadə edə bilərsiniz, əgər düstur kimi yadınızda qalırsa. 65-ci sualda əkop topla əbob, sadə əkop tapma və əbob tapma sualıdır. 15 və 18 ortaq vuruqları olmadığı üçün ortaq vuruqları var. 15 sadə vuruqlara ayırıram 3 5. 18-i sadə vuruqlara ayırsaq 2 3 3. Ortaq vuruq sadəcə 3 olur.
və bunların əkobu necə tapılır? 15-i götürək, məsəl üçün, digərinin çatışmayan vuruqlar 2 və 3 olsun, 2 və 3-ə vuraq. Nə olacaq? 6, 15, 6 vuran 90. Əkob oldu 90. 15 ilə 18-in əkobu oldu 90. 13 ilə 18 isə qarşılıqlı sadətlərdə ortaq vuruqlar yoxdur. Onların cavabı olur 1. 90 ilə 1 toplasaq, cavab 91 D variantı. Növbəti sual məxrəci 300 olan düzgün kəsirlərin neçəsini sonlu onluq şəklində göstərmək olar? Sonlu onluq kəsir şəklində göstərmək olar suallarında həmişə 2-5-lərin hasilindən 1 çıxmaq lazımdır. 300-ü biz vuruqlara ayırsaq, görərik ki, 2, 2, 3, 5, 5-dir. Buradan 2 və 5-lərin hasilini götürürük, yəni 100, 100-dən 1 çıxırıq, cavab eləyir 99. Cavab B variantı və qayda həmişə belədir. Sonlu onluq kəsir şəklində göstərmək sözü görürüksə, 2-5-lərin hasili çıx 1. Alıcının 120 manat pulu var. O bir dənəsinin qiyməti 7 manat olan dəftərdən ən az neçə dənə almalıdır ki, pulu 20 manatdan az olar. Pulu 20 manatdan az olsun. Deməli, x dənə dəftər alar deyirik. Dəftərin qiyməti də 7 manat. 7x dənə dəftər alacaq və bu 7x dənə dəftəri alanda həmin o pul 120-dən çıxılacaq. Yəni 120-dən 7x çıxanda bu qalan pul olacaq. Və deyir ki, qalan pulu 20 manatdan az olsun. Yəni qalan pul 20 manatdan az olsun. 7x-i sağa apar, 20 manatı sola gətir. 100 manat 7x-dən kiçik olmalıdır. Hər tərəfi 7-yə bölsək, biz bilirik ki, 100-ü 7-yə böləndə 14,98 7-yə bölünür də. 98 7-yə böləndə 14 tam nə qədərsə düşür. 14 tam 7-də 2 düşür, səhv eləmirəmsə. Demək, x 14,7-də 2-dən böyük olmalıdır. X 14,7-də 2-dən böyük ən az neçə ola bilər? 15 ola bilər. Cavab D variantı. A ədədi B ədədinin hansı hissəsini təşkil edir? Çox sadə sual. A bölü B. 2 ədədi 5 ədədinin hansı hissəsini təşkil edir? 2 bölü 5, 5-də 2. 69-cu sualda ədədlərdən hansı 3-ə qalıqsız bölünür? Bu sualda rəqəmlər cəminə diqqətlə baxsaq, birinci A variantın rəqəmləri cəmi 12, 1, 13, 13-ün də üstünə 4, yəni də 17, 22. B variantın rəqəmlərinə cəminə baxsaq, deməli 4, 5, 9, 6, 15, 16, 7 əlavə eləsək, 23, 25, 8 əlavə eləsək, 33. C variantın rəqəmləri cəmi eləyəcək 30. C variantı rəqəmləri cəmi bir də baxırıq. 2 dənə variantda oldu bu. Deməli 12, 6 gələk üstünə 18, 1, 19, 11, 30. D variantının rəqəmləri cəmi 10, 17, 22, 23, üstünə 8 gələk 31. Y variantının rəqəmləri cəmi 9, 8, 7, 6, 5, 4. Bundan cəmi 39, 41 eləyəcək. Və baxırıq ki, burada 2 variant doğru olmuş olur. Əslində bu sualda yanlışlıq var. 3-ə qalıqsız bölünmək üçün gərək rəqəmlər cəmi 3-ə bölünsün. 33 də 3-ə bölünür, 30 da 3-ə bölünür. Yəqin ki, bu sual ulduzlu sual çıxacaq. B və C variantların ikisi də doğrudur. Keçək 70-ci suala. Qarşılıqlı sadə ədədlər. Qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabərdir. Şifahi bir sual. 71-ci sualda dövrü kəsirdən istifadə edək. 1,9-da 6, 1,9-da 6 toplansın 9-da 7, toplansın 3-də 1 də 9-da 3 deməkdir. 9-u ortaq məxrəc çıxardanda 1,9-da 6-nın da 1 vur 9 topla 6, 9-da 15 olduğunu bilirsiniz. 15 toplansın 7 toplansın 3, o da bərabərdir 9-da 25. 9-da 25 də 2 tam 9-da 7 deməkdir. 2 tam 9-da 7 də 2 tam dövrdə 7. Rəqəmləri cəmi 13 olan 2 rəqəmli ədədlərin neçəsinin 3 sadə vuruğu var? Rəqəmləri cəmi 13 olan 2 rəqəmli ədədlərə baxırıq. Təbii ki, bu ədədlər 1 ilə 12 olmayacaq. İkinci rəqəm, yəni təklik ən çox 9 olsa, birinci də 4 olar. 4, 9 ola bilər. Ya da 5, 8, yəni 58 rəqəmlər cəmi 13 eləyir. Ya da 6, 7 rəqəmlər cəmi 13, ya da 7, 6, ya da 8, 5, 85, ya da 9, 4, 94. Bunları vuruqlara ayırsaq, 49, 7 vur 7-dir, 58, 2 vur 29-dur,
67 sadə ədəddir. Elə 67 olaraq da qalır. Bir baxaq. 67 bəli sadədir. 76 vuruqlara ayırsaq 76-nı 2-yə böl. 76-nı 2-yə bölsək 38. 38-i 2-yə bölsək 19. 85-i vuruqlara ayırsaq 5 vurulsun 17. 94-ü vuruqlara ayırsaq 94-ü 2-yə bölək. Eləsin 47. 2 vur 47. Və bunlardan neçəsinin 3 sadə vuruğu var. Yalnızca 76-da 3 sadə vuruq görürük. Bir də diqqətlə baxaq. Bəli, bir dənə 76-da. Neçəsinin? Bir dənəsinin. Cavab 1 dənə. 72-də cavab 1. Ən böyük 2 rəqəmli cüt ədəd ilə ən böyük 2 rəqəmli cüt ədəd 98-dir. Ən kiçik 2 rəqəmli ədəd isə 10-dur. Bu ədədlərin əbobunu tapaq. 98-i vuruqlara ayırsam 2, 7, 7 olur. 10-u vuruqlara ayırsam 2, 5 olur. Ortaq yalnız 2 olur. Əbob 2. 74-cü sualda xarici bir tərəfli bucaqların xarici bir tərəfli bucaqların cəmi 180 dərəcə olmalıdır. Bir digərini 8 dəfə böyük x və 8x. X və 8x. Bunları toplayanda cavab 180 dərəcə etməlidir. X bərabər 20 dərəcə. Kiçik bucaq 20 dərəcə. Böyük bucaq sorulsaydı 160 deyəcəkdim. Kiçik bucaq 20 dərəcə. Cavab 20. 75-ci sualda natural bölünən sayını tapmaq üçün qüvvətləri bir vahid artırmaq lazımdır. 3-ü artırdım 4, 6-nı bir vahid artırdım 7. Bunların hasili 28. Cavab 28. 2 ardıcıl 76-cı sualda 2 ardıcıl tək ədədin cəmi 120-dir. Bu ədədlərdən biri 2n topla 1 olsun, digəri 2n topla 3 olsun. Bunları toplayanda 120 eləsin. Buradan 4n bərabərdir 116-ya. Buradan isə n bərabərdir, səhv eləmirəmsə 29. n 29-dur. n 29-dursa bu ədədlər, yəni 2n topla 1 olan ədəd 29-u 2-yə vur üstünə 1 gəl, 59 edəcək. Digər ədəd də 61. 59-dan 61-dir bu ədədlər. Böyüyünü tapın 61. Cavab 61. Düz bucağın qiymətini 3-ə bölsək, düz bucaq bilir ki 90 dərəcəyə bərabərdir. Qiyməti 3-ə bölsək cavab 30 dərəcə alınacaq. Dərəcə ölçüsü 30. Sonra keçirik 78-ci sual. 720 ədədini sadə vuruqlara ayıraq. 720 ədədini sadə vuruqlara ayırsaq 2, 2, 2, 2, 3, 3, 5 olmalıdır. Sadə vuruqlara ayırdıq. Yəni 2 üstü 4 vurulsun 3 üstü 2 vurulsun 5 yaza bilərsiniz. Və deyir ki, sadə vuruqların sayını tapın. Sadə vuruqların sayı da qüvvətləri toplamaq deməkdir. Boşluq 1 deməkdir. Ona görə qüvvətləri toplayan 4, 2, 1, 7-dir. 79-cu sualda 18, yəni 180a ya da 18a 3 rəqəmli ədəd 45-ə tam bölünürsə, 45-ə tam bölünən ədəd bilirik ki, 5-ə və 9-a tam bölünür. 5-ə və 9-a tam bölünür. 5-ə tam bölünürsə, demək a bərabər 0 ya da a bərabər 5 ola bilər. Hər iki halı dəyərləndirək. A bərabər 0 olsa, rəqəmlər cəmi 1 topla 8 bərabər 9, 9-a bölünür. A 0 ola bilər. A bərabər 5 olsa, rəqəmlər cəmi 1, 8 və 5, 14 eləyir, 9-a bölünmür. Ona görə bu variant ola bilməz. A bərabər 0-dır. Cavab A bərabər 0. Qarşılıqlı bucaqların tən bölünən arasındakı bucağı tapaq. 2 dənə qarşılıqlı bucaq çəkirik və başqa bir rənglə bu bucaqların tən bölənlərini qeyd edək. Bu bucağın tən bölünəni və bu bucağın tən bölünəni. Qarşılıqlı bucaqlar bərabərdirsə, tən bölənləri də alfa, 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 alfa bərabər şəkildə 2 dənə yerə ayrıldılar. Digər qarşılıqlı bucaqlar isə, yəni bu 2 qırmızı xəttin kəsməsini alınan digər 2 qarşılıqlı bucaq beta betadır. Və biz bilirik ki, 4 dənə alfa ilə 2 dənə betanı toplasaq 360 dərəcə eləməlidir. Çünki bütün dairəni əhatə etdi. Bunu da yarı bölsək, 2 alfa toplansın beta bərabər 180 dərəcə eləməlidir. Və həqiqətən də qarşılıqlı bucaqların tən bölünənlər arasındakı bucağı biz belə göstərəndə 2 alfa ilə betanı görürük. Cavab 180 dərəcə fikrimizdə əsaslandırmış olduq. A-nın hansı ən kiçik qiymətində bu kəsir düzgün olmayan? Düzgün olmayan kəsirdə biz bilirik ki, surət məxrəcdən ya böyük olmalıdır, ya da məxrəcə bərabər olmalıdır. Və A böyük bərabər 6-dan 2 çıx 4 olduğunu görürük. A-nın hansı ən kiçik qiymətində? A-nın ən kiçik qiyməti, bu şərti ödəyən ən kiçik qiyməti 4-dür. Cavab 4. Bununla da 9-cu sinifi izah edib bitirmiş olduq. Ümid edirəm ki, faydalı olar. Sağ olun.